Salam əziz şagirdlər, biz bugün 25 may 2025-ci ildə keçirilmiş blok imtahan suallarına baxacağıq. Birinci sualdan başlayaq. Birinci sualımız limitdir. Hər tərəfi kök altında enə bölsəm, sürətdə olur 49 enə böləndə, elə kök altında 49 qalır, üzərinə gəl. Bu kök altında endi, artıq bunu kök altında enin kvadratına bölməliyəm də. Burada da kök altında 16 enə böləndə 16 qalacaq. Bu gedir sıfıra, qalır. Sürətdə 7, məxrəcdə 4. 4-də 7 C variantı. Baxaq ikinci suala. Bu tənliyi həll etməyimizi deyir. Gəlin bunun əmsallarının kvadrat düzəmi tapaq. Bunun da əmsal 1-dir, o birisində 1-in kvadratı, 1-in kvadratı eləyəcək kök altında 2 və hər tərəfi kökdə 2-yə bölsəm, 1 bölünsün kökdə 2, vurma sinus x, çıxılsın 1 bölünsün kökdə 2, kosinus x bərabərdir 0-a. 1 bölünsün 2, kök altında 2, kök altında 2 bölünsün 2 də yaza bilərəm də. Bunu yazaram ki, kosinus 45 dərəcə, vurulsun sinus x, çıxılsın sinus 45 dərəcə, vurma kosinus x bərabərdir 0-a. Bu nəyin düsturudur? Deməli, sinus x çıxılsın 45 dərəcənin düsturudur, bərabərdir 0-a. Belə çıxır ki, x minus 45 dərəcə 0. 0 nə vaxt alır? 45-i gəlin pi bölək 4 yazaq. Sinus x 0 deməli pi qalarda alır. Pi bölünsün 4-ü də keçirsəm, sağ tərəfə eləyəcək pi bölmə 4 plus pi k. B variantı. Baxaq üçüncü suala. Həcmi 729 metr kub olan kubun tilləri AB 4 cm-dir. AC 7, DAB'si piramidası kəsilmişdir. Kubun qalan hissəsini, həcmini tapın. Kubun həcmini verib ki, 729-dur. Deməli, gəlin bu piramidanın həcmini tapaq. Piramidanın həcmi nədir? 3-də 1 S oturacaq, vurma H düsturu ilə hesablanır. AB-ni verib. Burada 729 A-nın kubuna bərabərdir də. Hər tərəfdən də 3-cü dərəcədən kök alsam, A bərabər olur nəyə? 9-a. 81-ə 9 sıfıranda. Belə A 9-dur. Deməli, bu piramidanın hündürlüyü də 9 olacaq. Piramida bərabərdir 3-də 1 S oturacaq. 3 bucağın sahəsini tapaq. 2-də 1 vurma 4 vurma 7-dir. Eləyəcək 14. 14. Haşımızda 9 oldu da 9. 9-un 3 gedir. Burada 1, burada 3 qalır. 14-ü 3-ə vuranda 4, 3-üm 12, 1 yadda, 3, 1, 3, 42. Deməli, mən 729-dan çıxacam piramidanın həcmini, yəni 42-ni. 9-dan 2 çıxanda 7 qalır. 12-dən 4 çıxsam 8. 687 B variantı etmiş olacaq. Keçək növbəti suala. Ədədi silsilənin 10 həddinin cəmi 220-dən böyük, 260-dan isə kiçikdir. 220-dən böyük, S10, 260-dan isə kiçikdir. Bu silsilənin birinci həddi, yəni A1, 7 və bütün hədlərin natural ədədlər olarsa, silsilə fərqini tapın. Deməli, düsturu yazaq. 220-dən kiçikdir. A1-imiz 7-dir. Deməli, düstur 2A1 üzərinə gəlinsin. N-1 vurma D-dir də. İndi N-imiz onda 9D bölmə 2 vurma 10. O da kiçikdir 260-dan. Buna bu gedəndə 220 kiçikdir. 14 plus 9D vurulsun 5 olur da. Eksidir 260. Hər tərəfi 5-ə bölsəm, 20 içində 5 4 dəfə, 44, kiçikdir 14 plus 9 deydən. O da kiçikdir 26-nı 5-ə böləndə 4 dəfə qalır 60. Yox, 26-nı 5-ə böləndə 5 dəfə, 25, onun içində 2 dəfə. Hər tərəfdən deməli 14 çıxmalıyam. Burada 30 qalacaq.
Burada da 52'dən də 14 çıxanda 38 qalmış olur. Hər tərəfi gəlin 9-a bölək. 30'u 9'a bölək neçə tam eləyir? 3 tam. 30'da 3. Burada da 4 tam 38'də 2 edir də. D-nin qiymətini tapmamızı istəyir. 3'dən böyük, 4'dən kiçikdir də. D 4 alacaq da. D variantı. Baxaq növbəti suala, 5-ci sual. Bərabərsizliyin ən kiçik həllini tapmamızı istəyir. Deməli, ilk növbədə bilməliyik ki, loqaritmik ifadənin altı 0-dan böyük olmalıdır. Burada diskriminant taparsam 1 çıxılsın 4 vurma 3, o da eləyir 1 çıxma 12, yəni bu mənfidir. Boş çoxluqdur. Deməli, buradan yəni həmişə müsbətdir də bu. Həll eləməyə çalışaq. Bunu x kvadrat plus x plus 3 kiçik bərabərdir. Mən 2-ni loqaritma 3 əsasdan 9 kimi göstərirəm. Bunda loqaritma 3'lər gedir. X kvadrat plus x plus 3 kiçik bərabərdir 9. X kvadrat plus x minus 6 kiçik bərabərdir 3. Bunun da Viet teoreminə görə köklər nədir? 3 və 2'dir. Mənfi 2 ilə mənfi 3 ilə 2. Həqiqətən bunlar bir-birinə vuranda mənfi 6 edir. Toplayanda da mənfi 1 əks işarə ilə götürmüş. İkinci hədd əmsalı kiçik bərabərdir deyirsə elə mənfi 3 və 2 olacaq. Ən kiçik həllini tapmamızı istəyirsə mənfi 3 olacaq. B variantı. Baxaq 6-cı suala. 6-cı sualda perimetri 20 metr olan bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. İlk növbədə bərabər yanlı trapesiya çəkək. Yan tərəf orta xəttə bərabərdir. Yəni oturacaq budursa, orta xəttə A plus B bölmə 2'dir. Bunda yan tərəf orta xəttə bərabərdir deyirsə, orta xətt A plus B bölü 2'dirsə, yan tərəflər də ona bərabər olmalıdır da. Perimetrdə 20'dir. Bunların cəmi, yəni A plus B üzərinə gəl, A plus B bölmə 2, üzərinə gəl, A plus B bölünsün 2. Bu eləyəcək A plus B üzərinə A, üzərinə B bərabərdir 20'yə. 2A plus B, 2B bərabərdir 20'dirsə, onda A plus B 10'dur. Bizdən də yan tərəfi tapmamızı istəyir də. Yan tərəfdə nəyə bərabərdir? A plus B bölmə 2. Bu da eləyir 10 bölünsün 2, 5. Y variantı. Baxaq 7-ci suala. 7-ci sualda kürənin radiusu 5 dəfə artdıqda həcmi necə dəyişər? Kürənin həcmin düsturu V bərabərdir 3'də 4 pi kubu ilə hesablanır. Həcm radiusun kubu ilə düz münasibdir. Radius 5 dəfə artırsa, bu da 125 dəfə artmış olacaq. B variantı. 8-ci suala baxaq. 8-ci sualda məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Deməli, oğlan 200 nəfərdir. Bütün iştirakçıların sayı da 300 plus 300, yəni 500 nəfərdir. Onu da vururam 100'ə, 100%. İxtisar gedir, 200 də 5'ə böləndə 40% etmiş olur. A variantı. 9-cu suala baxaq. 9'da A, A3 və B2, B nöqtələri koordinat başlanğıcına nəzərən simmetrik olarsa A və B-ni tapın. Koordinat başlanğıcına nəzərən simmetrik deyirsə, tutaq ki, A3'dürsə, bunun koordinatları dəyişib nə olmalıydı? Mənfi 3 və mənfi A. Burada da uyğun olaraq 2 və B yazılır. Daha doğrusu simmetrik çevriləndə burada hər ikisi mənfi olur da. Mənfi A, mənfi 3 olmalıdır. Bizdə də B-ni 2 və B verib. Belə çıxır ki, burada mənfi A 2 olmalıdır. B də mənfi 3 olmalıdır. Buradan da alınır ki, A da ilə mənfi 2'yə bərabərdir. A mənfi 2, B mənfi 3, A variantı olmuş olur. 10-cu suala baxaq. Bir parametrin hansı qiymətində bərabərsizliklər sisteminin yeganə həlli var? Demək olar ki, burada bərabər işarəsi olduğuna görə biz sağ tərəfləri də bərabərləşdirə bilərik.
Gəlin bərabərləşdirək. 2b kvadrat çıx 3b plus 7 bərabərdir b kvadrat plus 5b minus 9. Buradan b-nin kvadratı minus 8b üzərinə gəl 16 bərabər edirəm 0-a. Bu da b çıxılsın 4-ün kvadratıdır bərabərdir 0-a. B də bərabər olur 4-ə. A variantı. 11-ci sual. A və B-nin hansı qiymətində çox ədisinin qüvvəti 5-ə bərabər olar? Yəni, burada 8 və 6-lar islah olunmalıdır. Bir dənə 5 qalmalıdır. Deməli, 3x üstü 8, burada da ax üstü 8 var. Deməli, A-nın yerinə 3 qoyaq. Çünki qarşısında mənfi var da. Mənfi olanda islah olunacaq bunlar. 2x üstü 6, bu da bx üstü 6-dır. B-dəki mənfi 2 olmalıdır. İslah olmağı üçün A3, B mənfi 2. C variantıdır. Baxaq 12-ci suala. 12-ci sualda kompleks ədədlərin hasilini tapmamızı istəyir. Yəni, Z1 vurma Z2-ni hesablamalıyıq. 3 üzərinə gəl 2-də 1 i vurma 2 çıxılsın 3-də 1 i bərabərdir. 3 2 neçə edir? 6 çıxılsın i üzərinə gəl və üzərinə gəl. Bunun vuranda da doğrusu çıxma 6-da 1 i-nin kvadratıdır. İ'lər islah gedir. 6 i-nin kvadratı mənfi olduğu üçün bu mənfiyə deyib üstə gəlsin 6-da 1 eləyəcək. Orada məxrəc 6-dır bunlara. Toplayanda 37. 6-da 37. Belə bir variant Y variantıdır. Baxaq 13-cü suala. 13-cü sualda bowling liqasının oyuncularının nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapmamızı istəyir. Baxaq görək burada nə qədər ədəd var. Modanı tapmaq asandır. Ən çox təkrarlanan ədəd 4 dəfə 130-dur. Deməli, moda 130 olacaq. Nə qədər ədəd var burada? 5, 6, 12, 14 ədəd var. Onda bunun medianı 14 və 15-ci ədədlərə düşəcək. Cüt ədəd olduğu üçün 2 dənə ədədin ədəd ortasını tapmalıyıq da. Daha doğrusu bir dəqiqə. 6, 10, 14, 7 və 8-ci ədədlər olmalı. 7-ci ədəd görək burada haradadır? 5, 6 bura düşəcək. 7 ilə 8 buradakı ədədlərdir. 135-dir ikisi də. Onda ədəd ortası ilə 135 olacaq. Yəni medianımız 135-dir. Bizdən də bunların fərqini tapmamızı istəyir. 135-dən 130 çıxanda qalır 5. D variantı. 14-cü sualda qiymətlər çoxluğunu tapın. Sinüs x-ın qiymətlər çoxluğu mənfi 1 ilə 1 arasında dəyişir də. Burada yəni x-ın ala biləcəyi qiymətlər mənfi 1 aralığında dəyişirsə, onda sinus x-ın yerinə mənfi 1 yazanda bir dəfə 9-da 1 alınır, bir dəfə də 9 alınır. A variantı etmiş olur. Baxaq 15-ci sual. Cəm 0-dırsa, deməli toplananların hər biri 0-a bərabər olmalıdır. X kvadratı plus x minus 6-nı bərabər eləyək 0-a. Bir də x kvadratı plus 4x plus 3-ü də bərabər eləyək 0-a. Burada kökləri tapanda x1 3-dür, x2 də 2-dir. Mənfi 3 ilə 2. Burada da köklər 3 ilə 1-dir. Hətta mənfi 3 ilə mənfi 1. Hər ikisində ortaq olan mənfi 3-dür. Cavab mənfi 3 olacaq A. 16-cı suala baxaq. 16-cı sualda gəl burada kvadrat, tam kvadrat ayıraq. Yəni x kvadratı minus 2x y plus y-in kvadratı minus 4xy bərabərdir mənfi 47 şəklində yazaq. Bunu kvadrata yüksətsəm, x minus y-in kvadratı bərabər olar 1-ə. Yəni, bu x minus y-in kvadratı minus 4xy bərabərdir mənfi 47 yazmışıq. Bunun yerinə 1 qoyuram. 1 çıxılsın 4xy bərabərdir mənfi 47-yə. 4xy bərabərdir 48-ə. Xy də bərabər olur 12-yə. B variantı. 17-ci sualda fx bərabərdir x kvadratı minus 2x plus 1 funksiyasının artma aralığını istəyir. Artma aralığı deyirsə, f'(x) böyük bərabərdir 0 yazmalıyıq. Törəməsini alanda 2x minus 2 böyük bərabərdir 0-dan
2x böyük bərabərdir 2-dən, x da böyük bərabərdir 1-dən. Deməli 1 müsbət sonsuzluq etmiş olacaq cavab C variantı. 18-ci sual. Paralleloqramın hündürlükləri 6,3 sm və 8 sm. Onlar arasındakı bucaq 60 dərəcədir. Paralleloqramın sahəsini tapın. Hündürlükləri. Bura 8 olsun, burada 6,3. Onlar arasındakı qalan bucaq 60 dərəcədir. Burada 4 bucaqlı alınır da, aydın məsələdir ki. Baxın, bu 4 bucaqlı. Bu 4 bucaqlının da daxili bucaqların cəmi 360 olmalıdır. 90, 90, 60. Burada 120 dərəcə qalır da 360-a tamamlanmaq üçün. Paralleloqramın kör bucağı 120 isə, onda iti bucağı da 60 dərəcə olacaq. Burada düz bucaqlı 3 bucağa əsasən bu 60-dır, bu 90-dır, onda bu da 30 dərəcə olacaq. 60 dərəcəli bucağın qarşısında dayanan katit 6,3-dürsə, onda 30 dərəcəli bucağın qarşısında dayanan katit 6 olacaq. 90 qarşısında dayanan tərəfdə 12 olacaq. Onda bura 12-dirsə, burada 12-dir. Bu paralleloqramın sayısını tamamısı istəyir. 12-ni vuracam 8-ə, eləyəcək 96 B variantı. 19-cu sual. ABC müxtəlif tərəfli üçbucağında AB5, AB5-dir, deməli, BC 12-dir, AC tərəfinin tamamısı istəyir. Bucaq B 90 dərəcədən kiçikdir, deməli, iti bucaqdır. İti bucaqdırsa, onda biz B bucağı və yaxud da x-in ala biləcəyi qiymətlər bu iki ədədin fərqindən böyük olmalıdır. Kvadratların cəmindən də kiçik olmalıdır. Deməli, x böyükdür 7-dən və 13-dən də kiçikdir. Ala biləcəyi qiymətlər x 8, 9, 10, 11 və 12-dir. Amma müxtəlif tərəfli dediyi üçün biz axı bu tərəf 12 ola bilməz. Onda bərabər yanına 3 bucaq alınacaqdır. Ona görə 12 qiymətini götürmürük. 1, 2, 3, 4 dənə fərqli qiymət ola bilər D variantı. 20-ci suala baxaq. 20-ci sualda 7 rəqəmli ədədinin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? 6 rəqəmi ilə başlayan birinci yerdə 6 duracaq da. Yəni 6 rəqəmdə bir dənə verilib. Yerdə isə digər 6 rəqəm qaldı. Bu 6 rəqəmin yerinə də elə 6 faktorial yaza bilərəm. Amma müxtəlif rəqəmli dediyi üçün bunları 7 rəqəmindən 3 dənədir. 3 faktorial vurma 5-dən də 2 dənə olduğu üçün 2 faktorial yazıram. Bunlar gedir. Burada 4, 5, 6 qalır. 2 ilə 4 də gedəndə burada 2 qalır. Bu da eləyir 60 A variantı. Birinci sualda müstəvidən 4 desimetr, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Perpendikularların mail üzərindəki proyeksiyasını tapın. Müstəvidir 8 sm olan nöqtə, 8 desimetr olan nöqtədə müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilib. Perpendikuların, yəni bunun mail üzərindəki proyeksiyasını tapın. Perpendikular budur da, bunun mail üzərindəki proyeksiyası bu olacaq. Bu 8-dirsə, bu da 16-dırsa, deməli bura 30-dur. Onda burada 60 dərəcə olacaq. Burada 8,3-dür. Belə bir düstur var. Deməli, B-nin kvadratı bərabərdir. X vurulsun 16 olmalıdır da. B-nin kvadratı nədir? 8-in kvadratı 64 bərabərdir 16x-dırsa, x da bərabərdir 64-ü 16-ya böləndə 4 eləyir. Cavab C variantı. 22-ci suala baxaq. Vektorları verilmişdir. K-nın hansı qiymətində 3A vektoru plus B vektorlarının uzunluğu 17-yə bərabərdir. İlk növbədə 3A vektorunu tapaq. Yəni 3A vektoruna vurmalıyam. Bərabər olur 15, 3K və mənfi 6-ya. Və B vektoru ilə də toplamalıyam da bunları.
Bunlar toplayanda nə alınır? 17, 3k plus 15 və 0. Bunu da uzunluğunu tapmaq istəyirəmsə, 17-nin kvadratı üzərinə gəl 3k plus 15-in kvadratı plus 0-ın kvadratı bərabər olmalıdır 17-yə. Bu 0 getdi. 17-yə bərabər olmağı üçün aydın məsələdir ki, bu da 0 olmalıdır. 3k plus 15-i bərabər eləyirəm 0-a. Buradan da alınır ki, 3k bərabərdir -15, k da bərabərdir -5 Y variantı. 23-cü sual integral sualdır. İntegral 3-dən a-ya dx bölünsün x bərabərdir 3 elin 2 yazılıb. A-nı tapmamızı istəyir. İlk növbədə 1 bölünsün x-in integralı elin x-dir. A-dan 3-ə bərabərdir 3 elin 2-yə. Bu da nə deməkdir? Elin a çıxılsın, elin 3 deməkdir. Bərabərdir 3 elin 2-yə. Bu loqaritmada bilirik ki, çıxma bölməkdə bunu elin a bölünsün 3 yazaram. Bu da bərabərdir elin 2-nin üstü 3, yəni 8-ə bərabərdir. Elinləri ixtisar yaparsam a bölünsün 3 bərabərdir 8-dir. A da bərabərdir 24 alınmış olur. 24-cü sual. Deməli, kosinüs 25 dərəcə mənə verir sinüs 65 dərəcəni. Kök altında 6 sinüs 65 dərəcə vurma kosinüs 65 dərəcə bölmə nədir? Kosinüs 40 plus 1 yazılıb. Deməli, mən bunu 2 vurulsun 6-nı 3 şəklində yaza bilərəm. Bu 2 vurma sinüs 65 vurma kosinüs 65 mənə verir nəyi? Sinüs 2 alfa, yəni sinüs 130 dərəcə. Bölmə kosinüs 40 var burada. Plus 1 və kök altındadır bu ifadə. Sinüs 130 dərəcəni də yazaram nə? Sinüs 90 plus 40 dərəcə. 90 dərəcə olduğu üçün sinüs adını dəyişir. Kosinüs 40 dərəcə. İkinci rübdədə sinüsün işarəsi müsbət olduğu üçün kosinüs 40 yaza bilərəm bunun yerinə deməli. 3 kosinüs 40 bölünsün kosinüs 40 dərəcə plus 1-dir. Bunlar gedir. 3 plus 1 eləyir 4. 4-dən də 2 çıxır. Aha. Burada kök işarəsi səhv düşüb. Bu kök bura qədər olmalıdır. Aha. Bu 1 bura aid deyil deməli. Bu da elə kökdə 3-ə bərabərdir. Bərabərdir kökdə 3. Yanında da 1 var. Kökdə 3 plus 1 vurulsun. 3 kökdə 3 minus 1. Bu da bir-birinin qoşmasıdır. 3 minus 1 eləyəcək. 3-dən də 1 çıxanda 2 qalır. 3-ü də 2-yə vuranda cavab burada 6 eləməlidir. Baxaq növbəti suala. M-in hansı ən kiçik qiymətində parabolasının təpə nöqtəsi birinci rübdə yerləşir? Birinci rübdə yerləşməyi üçün aydındır ki, A müsbətdir, qollar yuxarıdır. Bunun deməli M-i də müsbət olmalıdır. N-i də müsbət olmalıdır hər ikisi. M-in müsbət olmağı üçün nə idi? M-i necə tapırdıq? X bərabərdir, mənfi B bölmə 2A ilə. Bu müsbət olmalıdır. B-nin yerində mənfi 2 vurulsun, M-5 bölmə 2A, A-mız da 1-dir, böyüdür 0-dan. 2-lər gedəndə M-5 hər tərəfi mənfiyə böləndə kiçikdir 0 alınır. M də kiçikdir 5-dən. Bunu yazaq, M kiçikdir 5-dən. Sonra baxaq N-ə. N-in də qiymətini necə tapırdıq? N bərabərdir 4AC çıxılsın B kvadrat bölmə 4A ilə tapırıq. 4A-mız 1-dir, C-miz M kvadrat. Çıxma B-nin kvadratı da 2 vurma M-5 və onun da kvadratı bölmə 4 böyük olmalıdır, bu da 0-dan. Bunu hesablayaq. 4M-in kvadratı çıxılsın. 4 vurma M-in kvadratı minus 10M plus 25 bölmə 4 böyük olmalıdır 0-dan. Deməli, sadələşdirmə aparaq. 4M-in kvadratı çıxma 4M kvadrat. Bu, burada çıxma 10M-dir də. Üzərinə gəl 10M çıxılsın. 40M çıxılsın. 4-ü də 25-ə vuranda 100, mənfi 100. Bölmə 4 böyük olmalıdır 0-dan. M kvadratlar gedir. Bunu da hər tərəfi 4-ə böləndə 10M
Çıxılsın 25 böldü 0-dan. M də böldü 2. 25 bölmə 10, yəni 2,5-dən böyük olmalıdır. Burada da M kiçikdir 5-dir. M kiçikdir 5-yə tapmışıq. Burada da M kiçikdir 2,5 tapdıq. Ən kiçik qiymət deyirsə M-in 3 qiyməti olacaq da. 2,5-dən böyük, 5-dən kiçik olmalıdır 3 qiymət. 26-cı sualda AYB bucağını tapmamızı istəyir. AB qövsünə gəlin 12K deyək. BC qövsü 8K-dır. AD qövsü 3K-dır. AD. Və CD də 2K-dır. Və bilirik ki, ümumi çevrə 360 dərəcə olmalıdır. Bunların hər birini toplayıb 360-a bərabər etməliyik. Buradan alınır ki, 25K bərabərdir 360. K da bərabərdir nəyə? 360 bölmə 25-dir. Hər tərəf 5-ə ixtisar gedəndə burada qalır 5. 72 bölmə 5 qalır. Deməli, AYB bucağını tapmaq üçün də AYB-ni tapmaq üçün nə etməliyəm? 12-dən, 12K-dan 2K-nı çıxıb bölməliyəm 2. Bu da eləyir 5K. 5K-mız da 5-də 72-də. 5-lər gedir, qalır 72 dərəcə. 27-ci sual. Uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin. Bilək ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Aydındır ki, burada bir-birinə bərabər olmayacaq. Alfa ilə betanın cəmi 180 olmalıdır. Onda 2K plus 2K plus 3K bərabər olmalıdır 180-ə. 5K bərabərdir 180. K da bərabərdir 180-i 5-ə bölməliyəm. Bu da eləyir 36 dərəcə. Biri 72 dərəcə olacaq bucağın. Biri də 108 dərəcə. Görək buradan hansına uyğundur. Bucaqların fərqi 90 dərəcədir. Xeyr, 108-dən 72 çıxanda 36 qalır. B variantı uyğun olacaq. Kiçik 80 dərəcədir, böyük 135 dərəcədir. Xeyr, bunlara aid deyil. Keçək ikinciyə. 5K plus 4K bərabərdir 180. 9K 180-dirsə, K onda neçə dərəcədir? 20 dərəcə. Böyük bucaq olacaq 100 dərəcə, kiçik bucaq olacaq 80 dərəcə. Və bunların fərqi də 20 dərəcə olmalıdır. Bucaqların fərqi 90 dərəcədir, xeyr, 40 dərəcədə deyil. Bucaqların kiçiyi 80 dərəcədir, 2-yə D variantı uyğundur. Alfanın yerinə 3 beta qoyanda 3 beta plus beta bərabər olmalıdır 180-ə. 4 beta 180-dirsə, beta da bərabərdir 180 bölmə 4, o da eləyir 45 dərəcə. Biri 45 dərəcədirsə bucağın, digəri də 135 dərəcədir. Bucaqlardan böyüyü 135-dir. Bunların fərqi də 90 dərəcə olacaq. A-na Y getdi. Qaldı situasiya suallar, baxaq bunlara. Deməli, sandığın qabaq hissəsi yarım silindir, aşağı hissəsi isə eni 0,6 metr, uzunluğu 1 metr, hündürlüyü 0,8 metr olan düz bucaqlı paralelipiped formasındadır. Sandığın hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 kiloqram olar. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların kütləsindən 20% çox olan 15 eyni kütləli əşya qoyduqda isə onun kütləsi 30 kiloqram olar. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Sandığın həcmini tapmamızı istəyir birinci. Birinci, bu nədir? Düzbucaqlı paralelipipeddir də. Bu paralelipipedin həcmini tapaq. Biri vuraq 1 metr deyir də. 1 metr nədir? 100 sm. 100-ü vuracam 0,6-ya, onu da vuracam 0,8-ə. Bu da eləyir 6-8-in 48 sm. Bu 48 sm-dir və ya 100-ə böləndə metrlə ifadə eləsəm 0,48 metr olacaq. Silindrin həcmini tapaq. Silindir bərabərdir. Hansıdır? Üstündən hesablanır. Pi r kvadrat vurulsun h üstündən hesablanır. Yarım silindir dediyinə görə 2-yə böləcəm. Deməli, pi-ni verib 3. Radiusu görək buradan neçə idi? Baxaq, bunların hamısı burada metrlə verilib, amma aşağıda santimetrlə verilib. Tamam, santimetr olmalıdır. Bu da 0,48 santimetr olmalıdır.
Silindirin həcmi isə bura 0,6-dırsa, burada 0,6 olacaq. Onda bu 0,3, 0,3. Vurma 0,3-ün kvadratı haşımızdakı 1-dir də. Bölmə 2. Bu da eləyəcək 3 vurulsun 0,9 bölmə 2. Aha, bu da eləyəcək 0,27 bölmə 2. Bunu da 2-yə böləndə 0,135 eləyir. Və bunları toplamalıyıq da. 0,480 üzərinə 0,135 gələndə 5, 8-in üzərinə 3 gələndə 11, 615, 0,615 alınacaq həcm. Aha, 28 sonra 29'a baxaq. Boş sandığın kütləsini tapmamızı istəyir. 10 əşya, əşyanı x deyək. 10 əşya dediyinə görə 10x və sandığın kütləsi 24 kiloqramdır. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyanın birinin kütləsindən 20% çox. Yəni x idisə 20% çox, yəni x-in üzərinə 1-in üzərinə 0,2x gələndə eləyəcək 1,2x. 15 eyni kütləli əşya. Bunu vuracam 15-ə. Üzərinə gələcəm sandığın kütləsi və 30 kiloqrama bərabərdir. Aha, bu sistem tənliyi həll edək. 10x plus s bərabərdir 24 olduğu kimi yazaq. 1,2-ni 15-ə vuranda 18x plus s bərabərdir 30. Tərəf-tərəfə çıxaq. İkincidən birincini çıxanda s-lər gedir, qalır 8x bərabərdir 14-ə. X da bərabərdir 14 bölünsün 8 qalır. 14-ü də 8-ə böləndə 7 bölmə 4 kimi də yaza bilərik. Belə saxlayaq. Və x-in bu qiymətini birinci tənlikdə qoyaq. Bizə sandığın kütləsini tapmamızı istəyir də. Sandığın kütləsi 10 vurulsun 4-də 7 üzərinə gəl s bərabərdir 24-ə. 4 ilə 10 ixtisar gedir. Burada qalacaq 2, burada da 5. 7 5-im 35 eləyir. 35-i də 2-yə böləndə 35-i də 2-yə böləndə neçə eləyir? 17,5 plus s bərabərdir 24-ə. S də bərabərdir 24-dən 17,5 çıxmalıyam. Eləyəcək nə? 4 plus 2. Sandığın kütləsi 6,5 imiş. Aha, daha doğrusu, deməli, burada 8x bərabər olur 6-ya. 30-dan 24 çıxanda 6 qalır. X də bərabərdir 6 bölmə 8. 4-də 3 qalmış olur. Gəlin, birinci tənlikdə bunu nəzərə alaq. 10 vurulsun 4-də 3 plus s bərabərdir 24. 4-dən bu gedir 2, 5. 5, 3-ün 15-i 2-yə böləndə 7, 10,5 plus sandığın kütləsi bərabərdir 24-dürsə, sandığın kütləsi də 24-dən 7, 10,5 çıxanda qalır 16,5. 30-cu suala baxaq. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalı. Gəlin məxrəcə mümkün olan halların sayı. Rəqəmlər nə qədərdir? 0-dan 9-a qədər rəqəm var da. Yəni məxrəcdə 10 vurulsun, 10 vurulsun. Axı 4 rəqəmli də kod. 10 vurulsun 10 olacaq. Müxtəlif olmağı üçün birinci yerdə 10 olacaq. İkincidə bir rəqəmi istifadə edəndə 9 rəqəm, sonra 8 rəqəm, sonra da 7 rəqəm qalmalıdır da. 10 ilə 10 ixtisarı gedir. Sonra nə gedir? 10 ilə 8 ixtisar gedir. Burada 4 qalır. Burada 5. Yenə 10 ilə 4 ixtisar gedəndə burada 5 qalacaq. Burada 2. Buna da bu gedir 5. Deməli 125-də 9, 7, 63 qalır cavab. Bu qədər.